07-də iş gedir və bugün qumlama günüdür. Hamı yazdı ki, maşını qumlamaya gətir, qumlamaya gətir. Amma Neftsalada qumlama özü gəldi. Hazır kompresor buradadır. Və dostlarımız, salam aleyküm. Salam. Necəsin qardaş? Salam qardaş, yaxşı ol. Yəni Neftçala Səryan bölgəsində qumlama ilə bağlı müraciət edə bilərsiniz. Yorulmayasınız. Qardaş, bu şor qum, Neftçala qumudur bu yoxsa? Yox, Beyləqan qumu. Beyləqan qumudur. Görürsünüz, xüsusi bir qruppadır bu formada. Və bizim 07-in altın belə laqonla qaşımışdıq, amma tam görülməmişdi işlər. Burada paslı hissələr qalıb. Ardınca bu hissələr. Yəni maşını konkret, yəni zavod detalına çıxardacağıq. Səryan Neftçala bölgəsində kimə lazım olsun müraciət edə bilərlər. Sağ olsun uşaqlar. Yəni özləri dedilər gələk. Başlayaq uşaqlar. Başlayaq. Bu nədir o? Sənin havundur. Havun hardan verirlər? Kompresordan. Kompresordan ha. Havun bol olsun. Çox sağ olun. Və dostlar, nəticə gördüyünüz kimi dəmirə çıxdı. Motorxana oldu, zavod. Və bu hissələr hamısı qumlandı. Hələ də davam edir də. İndi buralar da hamısı olacaq. Görürsünüz, laqondalamışdıq, amma bu özü başqadır. Maşınımızı da usta yaradıb. Faris. Zazorları falan hamısı yerində. Kapotu. Yəni bu maşın atamın maşını olmasaydı bunu belə yığdırmazdım. Olmaz.